Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin investisiya proqramına uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir. Bu çərçivədə Qaradağ rayonunun Sahil qəsəbəsinin əsas yollarından biri olan və uzunluğu 3200 metr, ortalama eni 14 metr təşkil edən Məhərrəm Seyidov küçəsinin təmiri artıq yekunlaşıb. Təmir çərçivəsində küçə boyu köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Ərazidə mövcud piyada səkilərinin bərpası, kənarlarının yeni səki daşlarının düzülməsi və yeni asfalt beton örtüyünün döşənməsi işləri icra olunub. Yollarımız çox bərbad gündə idi. Yağış yağanda, nə bilim, qar yağanda hərəkət eləmək çox çətin idi. İndi şükür Allaha səkilərimiz də qəşəngdir, yaxşıdır. Hərəkət eləmək rahatdır. Günü-gündən də abadlaşır qəsəbəmiz. Bu istiqamətdə küçə boyu 2500 pagometr yeni səki daşları düzülüb. Layihə ardıcıllığına uyğun olaraq ərazidə yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenilənib. Bu yağış yağarkən çox əziyyət çəkirdi cəmaət. Burada yağış yağarkən burada seldən sudan keçmək olmurdu. Və barmaqlıqlar yox idi burada. Belə deməli piyada səkiləri, zebralar çəkilməmişdi. Deməli yolda xətt çəkilməmişdi. Maşınlar xaotik sürətdə hərəkət edirdi. Amma indi çox gözəl, çox qəşəng bu elə bil ki, insanların ürəyindən xəbər verən bir işlərdir bunlar. Çox gözəl işlərdir, təqdirə layiqdir. Demək olar ki, qəsəbə simasını dəyişib. Çox gözəl dəyişib və bu insanların gözlərinin sevincinə səbəbdir. Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. Ümumilikdə cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmirə aparılan küçələrin uzunluğu 19,6 km təşkil edir. Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6,5 km olan küçə və yollarda təmir işləri aparılıb. Yolunuz açıq olsun.